Qida təhlükəsizliyi eksperti Mütəllim Abdullazadə bildirir ki, meyvələrdə rast gəlinən bu sülfələr bağırsaq parazitləri deyil və birbaşa insan orqanizmi üçün əsas təhlükə sayılmır. Zərər onların meyvədə yaratdığı zədələr və nəticədə məhsulun xarab olması ilə əhatələnir. Meyvə qurdları adətən bizim təhlükəli düşündüyümüz bağırsaq qurdları kimi deyil. Bunların meyvələrin tərkibində ola biləcək həşəratların qoyduğu sülfələrdən meydana gələn qurdlardır. Və bu belə qurdlar isə bizim mədə bağırsaq sistemində demək olar ki, məhv olurlar və təhlükə olaraq bunu hesab etməməliyik əslində. Əsas təhlükə nədir? Belə qurdlar meyvəni içəridən zədələyir, müəyyən meyvə içərisində müəyyən kanallar əmələ gəlir və həmin zədələnmə nəticəsində meyvədə kiflənmə, xarab olma meydana gəlir. Kiflənmə deyib keçməməliyik, belə məhsulu yeməməliyik. Bəzən olur meyvənin bir hissəsini kəsib tullayırıq, amma digər hissəsini yeyirik. Bu doğru deyil. Kiflənmədən patulin adlanan zəhərli maddə meydana çıxır ki, bu isə sterilizasiya zamanı belə məhv olunur və insan orqanizmində ciddi fəsadlar törədə bilər. Mütəxəssislər meyvələri istehlak etməzdən əvvəl onların xarici görünüşünə diqqət yetirməyi, axar su altında yaxşı yumağı və zədələnmiş, kiflənmiş meyvələri istifadə etməməyi tövsiyə edirlər. Meyvələrin təmizlənməsi zamanı sirkə və ya natrium bikarbonat məhlulundan istifadə ediləcəksə, bunun normaya uyğun aparılması vacib sayılır. Xüsusilə az yaşlı uşaqlara verilən mövsümi meyvələrin diqqətlə seçilməsi və yoxlanılması tövsiyə olunur. Aytac Əsədova, Rahib Səfərov, Yunis Yusifli.